Azərbaycan Dövlət Neft Şirkəti İsrail sularında qaz kəşfiyyatı aparmaq üçün lisenziyalar alıb. Bunu şirkətin Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. İsrail-Azərbaycan münasibətləri son aylarda sürətlə inkişaf edir. 2025-ci il fevralın əvvəlində SOCAR İsrailin Tamar qaz yatağında 10% pay alıb. Ələsgər Məmmədli bu dəfə də ev dustaqlığına buraxılmadı. Səhhətindəki problemlərdən danışan Ələsgər Məmmədli vəziyyətinin ağırlaşdığını diqqətə çatdırıb. İttiham tərəfi heç bir ciddi arqument gətirmədən vəsatətin təmin edilməməsini istəyib. İsrail 19 yanvarda imzalanan atəşkəsi pozub. Qəzzaya endirilən hava hücumları nəticəsində ölənlərin sayı 400-ü keçib. Hücumlar nəticəsində 600-ə yaxın şəxs yaralanıb. İsrailin yaralıları Misrə aparmağın qarşısını almaq üçün Rəfah qapısını bağladığı bildirilir.